Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir. Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolu dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində işlər həyata keçirilir. Layihələndirmə əsasən kanat yolunun ümumi uzunluğu 1720 metr, hündürlüyü 300 metr təşkil edəcək. Kanat yolu üzrə ümumi hərəkət müddəti təxminən 6 dəqiqə təşkil edəcək. Burada 17 kabin fəaliyyət göstərəcək və 1 saat ərzində təxminən 800-ə yaxın sərnişinə xidmət göstəriləcək. Xatırladaq ki, Laçın kanat yolu layihəsi 2025-ci ilin aprel ayında ölkə rəhbərliyi tərəfindən təsdiqlənib. Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək. Vüsal İsmailova, Səhər Çağı.